Demək qızlar, mən hazıram. Axşam səhnələrim var, amma səhnələrdən öncə gedib istəyirəm nənəmin bayramını təbrik edeyim. Bugünkü kombinim bax belə oldu. Belə bir şey elədim. İnşallah ki bəyənərsiniz, bilmirəm. Gedib nənəmin bayramını təbrik edeyim. Daha sonra Instagram üçün bir dənə video çəkəcəm. Axşama paylaşacağım. Gözləmədə qalın. Sonra gedib hazırlaşacağım axşamki səhnələrimə. Və hər ayın 8-i sağ olsun Keyk Baku və Xurma bizi çox sevindirir. Emilə xanıma buradan dərin təşəkkürümü bildirirəm ki, hər zaman bizi yadına salır, heç vaxt bizi unutmur. Bugün də 8 Mart üçün çox gözəl bir tort göndərib bizə. Baxın necə gözəldir, çox gözəldir. Əziz xanımlar, hər birinizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər zaman sevib sevilək, hər zaman üzümüz gülsün, hər zaman qadın kimi xoşbəxt olaq. Bayramımız mübarək olsun. Hər zaman güclü və xoşbəxt qadın olmaq diləyi ilə öpürəm hər birinizi. Məni uzun zamandır izləyənlər bilir ki, mənim hər ayın 8-i ayrıca bir bayramım olur. Çünki mənim qızım ayın 8-i dünyaya gəlib və mən söz vermişəm ki, onun 1 yaşına qədər hər ayın 8-i ona tort kəsəcəm, şəkil çəkdirəcəm. Bir kitabçası var, orada saxlayıram hamısını ki, böyüyəndə göstərim. Demək qızlar, mən hazıram. Axşam səhnələrim var, amma səhnələrdən öncə gedib istəyirəm nənəmin bayramını təbrik edeyim. Bugünkü kombinim bax belə oldu. Belə bir şey elədim. İnşallah ki bəyənərsiniz, bilmirəm. Gedib nənəmin bayramını təbrik edeyim. Daha sonra Instagram üçün bir dənə video çəkəcəm. Axşama paylaşacağım. Gözləmədə qalın. Sonra gedib hazırlaşacağım axşamki səhnələrimə. Və hər ayın 8-i sağ olsun Keyk Baku və Xurma bizi çox sevindirir. Emilə xanıma buradan dərin təşəkkürümü bildirirəm ki, hər zaman bizi yadına salır, heç vaxt bizi unutmur. Bugün də 8 Mart üçün çox gözəl bir tort göndərib bizə. Baxın necə gözəldir, çox gözəldir. Əziz xanımlar, hər birinizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər zaman sevib sevilək, hər zaman üzümüz gülsün, hər zaman qadın kimi xoşbəxt olaq. Bayramımız mübarək olsun. Hər zaman güclü və xoşbəxt qadın olmaq diləyi ilə öpürəm hər birinizi. Məni uzun zamandır izləyənlər bilir ki, mənim hər ayın 8-i ayrıca bir bayramım olur. Çünki mənim qızım ayın 8-i dünyaya gəlib və mən söz vermişəm ki, onun 1 yaşına qədər hər ayın 8-i ona tort kəsəcəm, şəkil çəkdirəcəm. Bir kitabçası var, orada saxlayıram hamısını ki, böyüyəndə göstərim.